Avropa ilə Afrika arasında məsafə düşündüyümüzdən çox azdır. İspaniya ilə Mərakeş arasında yerləşən Cəbəl Tariq boğazının eni cəmi 14 kilometrdir. Bu məsafə elə də böyük deyil. Məsələn, Böyük Britaniya ilə Fransa arasında 50 kilometr uzunluğunda sualtı tunel var. Çində isə 165 kilometr uzunluğunda nəhəng dəniz körpüsü tikilib. Bəs onda niyə Avropa ilə Afrika arasında hələ də körpü və ya tunel yoxdur? Bunun bir neçə əsas səbəbi var. Birinci, dərinlik. Cəbəl Tariq boğazının bəzi yerlərində dərinliyi 900 metrə çatır. İkinci, güclü sualtı cəryanlar. Bu cəryanlar böyük mühəndislik qurğularının tikintisini çox çətinləşdirir. Üçüncü, zəlzələ riski. Bu bölgə seismik baxımdan aktivdir və iri tikililər üçün təhlükə yarada bilər. Amma ən çox müzakirə olunan səbəb siyasi amillərdir. Bir çox analitiklərə görə Avropa ölkələri ilə Afrika arasında birbaşa quru əlaqəsinin yaranmasını həmişə Avropalılar ehtiyatla qarşılayıblar. Bəs sizcə gələcəkdə Avropa ilə Afrikanı birləşdirən körpü və ya tunel tikilə bilərmi?